Məlum olduğu kimi 28 may Azərbaycanın müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış edərək diqqət çəkən bəyanatlar verdilər. Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, hər üç ölkə rəhbərinin verdiyi mesajlar öz ünvanına çatacaq. Bəs bununla hansı ünvan nəzərdə tutulur? Ermənistan, Hindistan, yoxsa Qərb? Bakı, Ankara, İslamabad müttəfiqliyi nələri hədəfləyir? Şəxsən mən fəxr elədim prezidentimizə. Buna görə ki, onun xarici siyasəti mən həmişə dəstəkləmişəm. İndi də dəstəkləyirəm. Xarici siyasətin söhbət yoxdur. Ümumiyyətlə, dünya ictimaiyyətinə xəbər verdi ki, bu üç dövlət üçü də sülh istəyir, əmin-amanlıq istəyir, həm də bir yerdədirlər. Yəni, başqa fikrə düşsüz, bizim üçümüzü də görəsiniz. Dövlətimizin, prezidentimizin xarici siyasətinə əvəz ola bilməz heç bir şey. Çox gözəl bir xarici siyasət qurub. NATO'nun ikinci dövləti olan Türkiyə dövləti və Pakistan dövlətinin nüvə silahı olan bir dövlətinə bir yerdə birləşmək, qardaş olmaq, bir yerdə həmrəylik eləmək bizim həmişə dalımızın dayağıdır. Bizim üçün böyük qarantdılar. Bu iş bəli çox gözəldir. Hamımız fərəhlə dünən əsl bayram oldu, 2 qat bayram oldu bizim. Birinci Respublika günü münasibətilə, ikinci bizim o qardaşlarımızın, əzizlərimizin burada olmağı bir daha dünyaya mesaj verdi ki, ey bədniyyətlər, bədnamlar, bizə qarşı pis niyyətdə olan bilin ha biz kimi, bizim arxamızda kimlər durub. Bizdən zarafat eləmir. Burada olan mesajların heç bir nə Qərbə, nə Hindistana heç bir mesaj yox idi. Sadəcə olaraq cənab prezidentimiz İlham Əliyevin göstərişinə olan Azərbaycan xalqının və Qarabağın abadlaşması üçün idi və bütün dünyaya olaraq, bütün millətə, ölkələrimizə bildirdik ki, Azərbaycan yenilməz dövlətdir, yenilməz ordusu var, yenilməz prezidenti var. Və bu gündə ki, bütün Avropa və Qərb, Şərq olaraq, bütün Avropa bugünkü gündə Azərbaycanın qələbəsinə uğur çalır, yəni uğur alqışları göstərir. O üç dövlətin, yəni Pakistan, Türkiyə və Azərbaycanın birləşməsi burada o zirvə görüşləri ki vardı. O zirvə görüşlərinin elə belə şey deyil. Əlbəttə bu dünya mesajıdır. Eyni zamanda ermənilərə mesajdır, həm də Hindistana. Çünki o mesaj ki, onlar bilsinlər ki, biz birik. Yəni bu üçlük, yəni Türk dünyasının, İslam dünyasının bu üç dənə böyük liderləri və üç dənə böyük ölkəsi Hindistan qabağında, Erməni bizə niyə neyəcək? Yəni ona görə də böyük, əlbəttə çox böyük bir tədbirdir, çox böyük bir tarixi bir hadisə idi. Dünən ki, elə o dövlətimizin əhəmiyyətli bir tədbirdə Laçında Pakistan qardaş ölkəni, Türkiyə qardaş ölkəni, Azərbaycanı bir yerdə, bunu elə Qafqazda təkcə Ermənistanı yox, elə bizim tarixi millətimizin düşmən olan Rusiyaya bir mesajdır ki, yəni Türkiyə Qafqazda həmişə var olub olacaq. Türkiyə bizim böyük qardaşımızdır, Pakistan da bizim qardaşı dövlətdir. Bu bir dünya mesajdır ki, yəni Hindistanın arxasında başqa dövlətlər dursa, Pakistan tək qalan deyil, arxasında Türkiyə, Azərbaycan var. Ya Azərbaycan coğrafiyasında istər Qərb, Fransası, Ermənistanı silahlandırsa da yenə də Azərbaycan mətbuat tərəfində, informasiya sahəsində, tarixi cəhətdən, hərbi sahəsində Türkiyə dəstək durubdur. Yəni Türkiyədə bu bir mesajdır, tarixi bir mesajdır.